Buraxışımız davam eləyir. Deməli, illərdir saxta iş elanları ilə bağlı xəbərdarlıqlar var, amma sosial şəbəkələrdə, küçələrdə, dayanacaqlarda və müxtəlif vakansiyaların təklif etdiyi reklam yazılarına hələ də rast gəlirik. Yüksək maaş vədi verilən bu elanların bəziləri isə vətəndaşların, dələduzların toruna salır. Bəs bu elanların saxta olub-olmadığını ümumiyyətlə necə müəyyən edə bilərik? Yaranan tələbat və cəlbedici təkliflər. Vətəndaşların bəzi saxta iş elanlarına inanması məhz bu amillərlə əlaqələndirilir. Katibə tələb olunur. Maaş 1500 manat, tələblər özünə güvənən, gözəl görünüşlü, katibli işi haqqında məlumatlı xanımlar. İş rahat və sadədir. Maaş yüksək olacaq. İlk baxışdan belə elanlar cəlbedici görsənsə də bir sual yaranır. Bəs belə elanların aldadıcı olub-olmamasını necə müəyyən etmək olar? Dövlət Məşğul Agentliyi tərəfindən işə düzəltmədə vasitəçilik fəaliyyətlə məşğul olan hüquqi şəxslərin reyestri formalaşdırılmışdır. Həmin reyestri ilə tanış olmaq istədikdə, əgər ümumi olaraq vətəndaşlarımız Dövlət Məşğul Agentliyi rəsmi internet səhifəsinə dma.gov.az səhifəsinə daxil olmaqla reyestrlər bölməsindən, hansı ki, Dövlət Məşğul Agentliyindən rəsmi olaraq bu sahədə fəaliyyətlə məşğul olan və qeydiyyatdan keçmiş işə götürənlər barədə məlumatları əldə edə bilərlər. Bəs görəsən vətəndaşlar iş elanlarının saxta olub-olmadığını əvvəlcədən araşdırırlarmı? Bir oyundur, insanlardan pul yığmaq üçün o rüsumları toplayırlar, onu bölürlər öz aralarında. Heç bir iş təminatı da yoxdur. Yəni belə bir hal olsa, əvvəlcə vakansiyanın olub-olmadığı ilə bağlı maraqlanaram və ödənişi etmərəm. Kartdan pul çıxarılmaq, nə bir işə düzəlmək, negativ hallar çoxdur da hal-hazırda. Pis baxıram, çox pis baxıram buna. 25 maddi ödəniş elərsiniz, işlə təmin nömrəzad verirlər. Zəng vurur, əlaqə yox edir belə. Qeydiyyat saytları işə düzəltmə olaraq qeydiyyat üçün pul alırlar və sonradan da və yaxud da onlara zəng çatmır və yaxud da ki, ancaq deyirlər ki, heç bir iş yoxdur. İş elanları ilə bağlı hər hansı narahatlıq və şübhə olarsa, vətəndaşlar bu dövlət qurumlarına müraciət etməlidirlər. Dövlət Əmək Müfəttişliyi Xidməti. 2. Dövlət Məşğulluq Agentliyi. 3. Dövlət Reklam Agentliyi. 4. Medianın İnkişafı Agentliyi. 5. Daxili İşlər Nazirliyi. 6. İnsan alverinə qarşı mübarizə baş idarəsi. 7. Baş Prokurorluq. Bu zaman yalnız elanın özünü deyil, bütün yazışmaları və digər sübutları da saxlamaq vacibdir. Ona görə də vətəndaşlar ola bilər ki, bununla bağlı onlara hədə qorxu gəlsin, başqa hərəkətlər olsun, bunlardan çəkinməməlidir, müraciət etməlidir. Sözsüz ki, vətəndaş o sübutların hər birini toplamalıdır, özündə saxlamalıdır və müraciət edən zamanda müraciətin əsaslılığını bu sübutlarla sübuta yetirməlidir. Bəzi hallarda iş axtaran vakansiya ilə maraqlanır, CV göndərir. Amma işə götürən isə ona belə bir cavab verir. Vətəndaşlar bu kimi hallardan qorunmaq üçün xaricdə yüksək məvacibli iş yaxud təhsil adı ilə onlayn təklif aldıqda Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı mübarizə baş idarəsinin 152 qaynar xəttinə müraciət edərək konfidensiallıq təmin olunmaqla məsləhət ala, getmək istədikləri ölkədə akkreditasiya olunmuş Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi yaxud konsulluğu ilə əlaqə saxlayaraq elanın həqiqiliyini dəqiqləşdirə, iş və ya təhsil təklif edən şirkətin, eləcə də fiziki şəxsin xüsusi icazəsini, yəni lisenziyasını tələb edə, bağlanacaq əmək müqaviləsinin sürətini istəyə bilər. Ölkəni tərk etdikdən sonra şəxsiyyəti təsdiq edən sənədlər heç kimə verilməməli, əmək fəaliyyətinə başlamazdan əvvəl mütləq əmək müqaviləsi bağlanmalıdır. Fəridə Sadıqzadə, Nail Şahbazov, Südabə Cangirli, ASTV Xəbər.